Allah Məhəmməd ya Əli, növbəti bir evimizdə elektrik sisteminin xəttləri, həmçinin radiator istilik sisteminin xəttləri, işləri tamamlandı. İndi biz bunu video lentə alarıq. O məqsədlə ki, gələcək günlərdə divarda hər hansısa bir iş görüləndə bilinsin ki, bəs divarın hansı hissələri ilə xəttlər hərəkət edir. Evin qabaq hissəsində 2 dənə divar işığımız var. Bütün xəttlər, elektrik xəttləri, çöldə olan işıqlanma xəttləri içəridən çölə çıxır və qalxır olduğu yerə. Burada bir dənə patologdadır, içəridən çölə çıxır, amma bir qədər aşağıdan yuxarı qalxır. Yandırılma yerinin xəttləri içəri ilə hərəkət edir, çəkəcəm. Bir də burada bir dənə santexnik xətti var. Bir dənə də divar işığımız buradadır. Evin digər tərəflərində olan divar işıqlarını çəkmirəm. Çünki birbaşa içəridən çölə çıxır. Qeyri-adi bir şey yoxdur. Bax burada. Olduğu yerdən içəri keçir. Onları çəkməyə ehtiyac bilmirəm. Keçim içəridə çəkilişimi davam edim. Demək bu kulçatel xəttin ki demişdim. Bax içəri 2 divarın arası ilə hərəkət eləyir. Bəs görsənir ki, qalıb divarın arasında. Divara metrə qoymayıb çəkirəm. Yəni baxmaqla bilinəcək xəttlərin hərəkət yolları. Bu bizdə aşağı mərtəbədəki zaldır. Bizdə burada Wi-Fi yeridir. Altında rozetka. Görsənir. Yuxarıdan aşağı düşən xəttlər də görsənir. Bu çölə çıxan divar işığıdır. Demişdim ki, içəridən çölə hərəkət edir. Aspirator xətti düşür. Biraz buludlu gündür. Xəttlər o qədər də rahat görünmür. Yəni günəşli gündə çəkiliş eləyəndə daha aydın görsənir. Amma yenə də hər halda usta qardaşlarımız baxanda, video soruşanda ki, bəs xəttlər divarın hansı yerləri ilə hərəkət edir, baxanda aydın şəkildə görsənir. Radiator istilik sisteminin xəttidir, divarın künc hissəsi ilə təxminən küncdən 20 sm sağa hərəkət eləyir. Yenə divardakı xəttləri çəkirəm. Burada bizdə podvalda işıq var, pilləkənin alt hissəsində. Görsənir divarın hansı yeri ilə hərəkət elədiyi. Xüsusən bu xəttlər çəkilişdə əsas məqsəd görürsən, bax, pilləkənin altında deyək, şkaflar yığırlar, hər hansısa bir şey yığmağa, sklad məqsədi ilə də belə deyək. Görsənir ki, görsənmir, bilmirsən xəttlər hardadır. O zaman bax bu videoya, bu tipli videolara baxanda divarı şuruplayanda lazım olur. Burada pilləkəndə olan divar işığının xətti içəri ilə hərəkət edir. Onu çəkib göstərəcəm. Demək, olduğu yerdən bir blok aşağı düşür, təxminən 18 sm aşağı ilə hərəkət edir. O digər otağın divarına. Bu yerlərə xüsusən diqqət yetirmək lazımdır, görsən. Dediyim kimi, probka samarez işi görəndə gedir elə bir yerdə divara keçir ki, onu sonra düzəltmək, təmir eləmək çox çətin olur. Bu xəttlərimiz isə patologla hərəkət edir, pistoletlə tikib qaldırmışıq yuxarıya. Belə. Keçim növbəti bir aşağı mərtəbədə olan otağa. Kulçatel rozetka xəttidir. Xəttlərin hərəkət yolları görsənir. Görsənir. Görsənir.
Digər divarlarda heç nə yoxdur. Çox da videoda istəmirəm vaxt tutum. Burada aşağıda bir dənə də otaq var, amma biraz qaranlıqdır, hər halda görsənir. Demək, üzbəüz burada pəncərənin sol tərəfindən radiator istilik sisteminin xətti qalxır yuxarıya, görsənir. Bu rozetkamız toku biraz əvvəl çəkdiyim otaqdan götürür, görsənir. Üstlərdə heç nə yoxdur, yəni heç bir xətt hərəkət eləmir. Bu hissələrin üst yerlərində heç nə hərəkət eləmir. Burada görsənir. İşıqlanma xəttinə qalxan yol görsənir. Bu da hər kultisatorun üstündə ehtiyat qofralar qoymuşuq ki, gizli işıq spot məqsədi ilə. Bir də rozetka boyu üzə hərəkət edən xətləri çəkirəm. Sağ və solda. Bir dənə də bu rozetkadan yuxarı tok çıxıb, keçir, bəs həyətdə balaca bir tikili var ona. Belə. Keçəcəm yuxarı mərtəbəyə. Yox, bir dənə hamamda da burada balaca çəkiliş eləyim nə var. Bu hissələri çəkmişdim, bir də göstərim. Hamamda heç patologda olan xəttlərdir, betondan hərəkət eləyir. Kulçat ilə düşür xəttlər, yandırılma yeri. Burada bir dənə paltar yansın rozetka, bir də ehtiyat rozetkadır. Santexnik xəttləri görsənir. Santexnik qardaşımızın çəkdiyi xəttlər görsənir. Aradan qalxır. Görsən, sabahki gündə su şilka, paltarasan, bu tipli şeylər bağlananda divara çox istəyirlər video görüntünü. O məqsədlə biz də çəkiliş aparırıq. Ayaq yolunda bir şey yoxdur. Çəkiliş o dərəcədə profesional alınmasa da bizə lazım olan qədər bəs edər. İndi çıxacam ikinci mərtəbəyə. İkinci mərtəbədə burada bizdə bir dənə maydadordur, çöldən hərəkət eləyir, çəkmişdim. Bir dənə üz qırxan belə şeylər taxmağa rozetkadır. Qalxır yuxarıya. Bir dənə patologda işıqdır. Bu bizdə burada yuxarı mərtəbəyə aid olan şitin yoludur. Elektrik şitinin yoludur. Görsənir. Keçirəm ikinci mərtəbənin zal hissəsinə, əsas, yəni qonaq otağı belə deyək. Xəttlər ikinci blokun altı ilə hərəkət edir, görsənir. Burada bir qədər sola meyilli dönür, çünki alt divar fərqli idi, ona görə görsənir. Demək olar divarlarda çəkdiyim yerdən başqa heç yerdə xəttlər hərəkət eləmir. Amma yenə göstərirəm. Xəttlər yoxdur. Burada kondisioner yeri var. Xüsusən bu problem olur. Kondisioner yerində görsənir. Bax, xətt blokun altı ilə hərəkət eləyir. Bax, əlimdən də göstərirəm. Qalxır təxminən 20 sm, yəni beton enliyində yuxarıya və sağa doğru hərəkət eləyir. Biz də bu xəttləri o məqsədlə qoymuşuq ki, kondisioner bəlkədən də kondisioner birbaşa korobka olan hissəyə otuzdurub, xətti qoşub, avtomatı ayrıca şitdən idarə olunacaq. Görsənir hamamın xəttləri. TV yeri görsənir. Görsənir. Balkonda da bir dənə balaca çəkiliş eləyim. Burada demək, içəri magistral yoldan xəttimiz çıxır, düşür. Biraz sola meyilli hərəkət edir, görsənir. Digər bir şeylər yoxdur. Biolojinin arxa tərəfidir. Yaxşı. Sonra elə bax ki,
Zalın sağ tərəfində, holun sağ tərəfində olan otağa gedirəm. Burada radiator xətti görsənir. Bu küncdə apardığımız xətt heç bir şərti işarəsi olmadığı üçün küncdən aparmışıq ki, yəni sabah bir iş görüləndə, yəni küncdə qalsın. Bu bizdə aşağı mərtəbədə olan televizora yuxarı bandan xətt vermək üçündür. Bu rozetkamız o bir otaqdan götürüb, yəni bu divarlarda heç nə yoxdur. Bu divarlar görsənir. Bir rozetkamız da burada. Sonra keçəcəm kuxna otağına. Kuxna otağında girəndə sağ tərəfdə demək divarın ikinci hissəsində bir xəttimiz var. Yuxarıdan görsənir. Bu rozetkamızı bir qədər hündürdə qoymuşuq ki, oturacaq dəst olanda onun arxa hissəsində qalmasın. Radiator xəttləri görsənir. Yerdən təxminən 10 sm hündürlük hərəkət edir. Kuxna möblünün qabağında olan elektrik priborları görsənir. Belə. Küncdə xəttimiz var. Biz küncdə o vacib olan xəttləri bəzən ona görə hərəkət etdiririk ki, bu yerlərdə probka samariz işləri gedə bilmir də. Ona görə o mane olmayan yerdə qalır. Sonra yeni bu sıralamada burada atapleniya xətti, radiator xətti var, onu da qoy çəkim. Bu sıralamada sağ tərəfdə sanuzel hissəsidir. Divarlarda heç bir şey yoxdur. Olan yerləri göstərim. Bu tərəfdə paltar yuyan rozetkasıdır. Biraz qaranlıqdır. Olduğu yerdən düz patolog hərəkət eləyir. Burada ayaq yolunun kulçatilidir. Olduğu yerdən yuxarı hərəkət eləyir. Hamamın kulçatilidir. Olduğu yerdən yuxarı hərəkət eləyir. Qalan patolog divarlarda heç bir şey yoxdur. Yəni o ki, profillər bərkidiləcək, o yerlərdə heç nə yoxdur. Suşilka xəttidir, yerə hərəkət eləyir. Görsənir. Bunlar yerdə qalacaq xəttlərdir. Burada bizdə bir dənə güzgü işığıdır. Yanında fen, üst qırxan salmaq rozetka xəttidir. Hamam hissəsini çəkim. Belə. Bu da radiator, bəs su xəttləri, santexnika xəttləri. Hamam tualetlə üzbəyiz digər otağa keçirəm. Burada yuxarı divarlarda heç bir şey yoxdur, görsənir. Həmçinin aşağılarda da heç bir şey yoxdur. Olan burada radiator xəttidir. Bir rozetkamızdır, iç divardan hərəkət eləyir. Görsənir. Mərkəzi xətt yuxarıdan aşağı düşür. Bir tane də burada işıqlanma xəttidir, patologda görsənir. Bax, belə. Növbəti otağımız, yataq otaqları, spalni otaqlardır. Üzbəüz televizor xətti görsənir qapıdan girəncəyin. Üstündə kondisioner xəttidir. Yuxarıya ötürücü internet və KT6 bu tipli xəttlər üçün zəif axınsın xəttlərdir. Yuxarıdan aşağı düşür TV yerinə, altında rozetka və hər otaqlarda kondisioner xəttlərini belə eləmişik. Rozetkanın yanında bir qoşa kontakt, böyük amperli kulçatel qoyub, içəris kulçatel kondisioner xəttinə tok vermək. Demək, altda radiator xəttidir, düşür. Yataq dəstinin sağ solunda olan rozetka yerləri düşür. Bax, belə. Dediyim kimi, hər kulçatelin üstündə də bir qofra xətti, ehtiyat boş turba qoymuşuq ki, gizli işıq, spot, hər hansısa işıqlama xətti olarsa ondan götürmək. Ondan əlavə hər otağa da lüstr xətti vermişik. Birdən də burada bu otaqlar demək olar yuxarılarda heç nə yoxdur.
görsənir. Taxtın sağ solunda olan rozetkalar da görsənir. Yuxarılarda hiçbir şey yoxdur. Radiator xətti aşağıdan hərəkət edir. Bu otaqda yenə görsənir. TV yeri görsənir. Və burada da bizdə bir dənə kondisioner xəttidir üstə, altda da rozetka. Qalan divarlarda heç nə yoxdur. Ya əli. Belə. Elə bilirəm yaddan çıxan xəttlər olmadı. Allah xeyirli eləsin. İnşallah təmirin ardından biz də işlərimizi görərik. Belə.